Bismillahirrahmanirrahim. Bizə irad olaraq deyirlər ki, şiələr səbəbsiz yerə namazları birləşdirirlər. Yəni, nə səfər var, nə yağış var, nə bir təbiət qorxusu var, namazları birləşdirirlər. Ancaq əslində bu sualı verənlər öz kitablarından xəbərləri yoxdur. Sünən-i Tirmizi görürsünüz, 1-ci cild açıq göstəririk. Yolculuq dışında iki namazın birlikdə qılmağını. 187-ci hədis sayca İbn Abbas deyir ki, Peyğəmbər Mədinədə qorxu və yağmur olmayan vaxtda olmaqsızın öğlə ilə ikindini, yəni zöhrlə əsri, axşam ilə yatsını, yəni şamla xüftəni bir arada qıldı. İbn Abbasa Rasulullah böyle yapmaqda nə istədi, nə demək istədi, muradı nə idi? Sorunca ümmətimizdən zorluğu qaldırmaq, yəni çətinlik olmasın. Nə bir qorxu var, nə də bir yağış var, nə də bir təbiət hadisəsi var. Eyni halda bunu Buxari demiş öz Səhih kitabında, eyni halda Nəsai demiş öz deməli Sünən kitabında ki, ərəbsi də hədisin budur ki, İbn Abbasdan soruşurlar ki, nə bir yağış var, xofun və la mətərin, nə bir yağış var, nə bir qorxu var. Fəqilə İbn Abbas dedi, mə ərada bi zalikə, bunda hikmət nədir, iradə nədir, istək nədir? Qalə ərada ən lə yuhricə ümmətəhu. Ümmətin çətinliyi olmasın. Sünən-i Tirmizi